Şəhid Rüfət Mustafayev adına Buta Rəqs Dərnəyinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayram münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm bayram tədbiri keçirilib. Yüksək səviyyədə təşkil olunan tədbir bayram ab-havası, səmimiyyəti və rəngarəng proqramı ilə seçilib. Tədbirdə iştirak edən uşaqlar üçün əsl bayram sevinci yaşanıb. Balacalar şənlənib, gülüb, maraqlı səhnəciklər nümayiş etdiriblər, vətənpərvər şeirlər səsləndirilib, mahnılar oxunub, rəqs nömrələri ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Zal boyunca hökm sürən sevinç və coşqu tədbirin nə qədər uğurla təşkil olunduğunu bir daha göstərib. Tədbirin ərsəyə gəlməsində dərnəyin rəhbəri Orxan Sadıqovun və bədii rəhbər Nərgiz Ağayevanın əvəzsiz xidmətləri xüsusi qeyd olunmalıdır. Onların peşəkar yanaşması, uşaqlara olan xüsusi qayğısı və sənətə verdikləri dəyər sayəsində Buta Rəqs Dərnəyi artıq uzun illərdir ki, Sumqayıtda nümunəvi mədəniyyət ocağı kimi tanınır. Orxan Sadıqovun təşkilatçılıq bacarığı, Nərgiz Ağayevanın isə yüksək bədii zövqü və yaradıcı yanaşması hər bir tədbirdə özünü açıq şəkildə biruzə verir. Sumqayıt şəhərində yerləşən Buta Rəqs Dərnəyi Şəhid Rüfət Mustafayevin adını daşıyır. Bizlərin belə xoşbəxt və firavan yaşamağına görə igid oğullarımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərə rəhmət etsin, qazilərimizə isə şəfa versin. Bildiyiniz kimi Buta Rəqs Dərnəyi 3 yaşdan etibarən uşaqları rəqs dərnəyinə qəbul edir. Azərbaycanın milli rəqslərlə yanaşı, həm də müasir və ritmik rəqslər də tədris olunur. Məqsədimiz uşaqların fizik və estetik inkişafında, həm də səhnə mədəniyyətinin formalaşmağına töhfə verir. Rəqs dərsləri həm böyüklərin, həm də uşaqların yaş qruplarına uyğun şəkildə həyata keçirilir. Tədbirimizi təşkil etməkdə məqsədimiz odur ki, balaca fidanlarımızın rəqslərini təqdim etmək və Şəhid Rüfət Mustafayev adını yaşatmaqdır. Kollektivimiz adından bütün Azərbaycan xalqının Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə səmimi bir qəlbdən təbrik edirik. Şəmistan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.